Herkese salam, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Məni Instagramdan Səbinə Sultan _ tarix səhifəsindən izləyə bilərsiniz. Ödənişsiz tarix sürət qrupuna və ödənişli dərslər üçün müraciət edə bilərsiniz. İndi isə keçək qədim Yunanıstan mövzusuna. Qədim Yunanistan xəritədə gördüyünüz kimi 3 dənizlə əhatə olunmuşdur. İon, Egey və Aralıq dənizləri ilə əhatələnmişdir. Özü də 3 hissəyə ayrılır. Şimali Yunanistan, Orta Yunanistan və Cənubi Yunanistan. Şimali Yunanistan ilə Orta Yunanistan arasında Fermopil keçidi yerləşir. Orta Yunanistan, Cənubi Yunanistan arasında Korinf körfəzi onları ayırır. Orta Yunanistan eyni zamanda Attika adlanır. Cənubi Yunanistan da digər adı Peloponnesdir. Demək, burada eramızdan əvvəl 3-cü minilliyin birinci yarısında Avropada ilk dövlət Krit adasında yerləşmiş, Krit adasında yaranmışdır. Şərq mədəniyyətinin təsiri ilə. Kritlilər əla gəmilər hazırlayırdılar, saraylarını freskalarla bəzəyirdilər, hərbi və ticarət üçün gəmilər hazırlayırdılar, olan limanları var idi. Misir, Finikiya, Babillərlə ticarət edirdilər. Eramızdan əvvəl 2-ci minilliyin ortalarında qonşu adada vulkan püskürməsi baş verir və bu vulkan püskürməsi nəticəsində Krit mədəniyyəti süqut edir. Krit mədəniyyətinin təsiri ilə Mikena mədəniyyəti yaranmışdı, sivilizasiyası yaranmışdı. Burada Axeylər yaşamışdılar, onlar Akropollar ucaltmışdılar. Akropolda hökmdar sarayı, varlıların evləri yerləşmişdi. Onlar qayalarda sərdabələr çapırdılar, dəfn olunanların üzərinə qızıl maska taxırdılar, qızıl əşyalar yanına qoyurdular, silahlar qoyurdular. Akropolun ətrafında da tacir evləri, sənətkarların, əkinçilərin, yoxsul komaları yerləşirdi. Demək, eramızdan əvvəl 2-ci minilliyin sonunda Dorilərin buraya hücumu baş verir və Mikena mədəniyyəti süqut edir. Bəzi sözlər var ki, onların mənasına baxaq. Məsələn, freska xam mala üzərində şəkildir. Akropol yuxarı şəhər deməkdir. Şəhərin yuxarı hissəsi, varlıların yaşadığı hissə nəzərdə tutulur. Polis Yunan şəhər dövlətinin verilən addır. Məsələn, biz şəhər dövlətlərini Şumerdə də görürük. İlk başda Misirdə də nomlar olub, onlar da şəhər dövləti idilər. Daha sonra Çində də olub, vuruşan padşahlıqlar dövrü, orada da şəhər dövlətləri var idi. Yunanistanda da ilk vaxtlar Yunan şəhər dövlətləri olub və bu Yunan şəhər dövlətlərinə polis adı verilib. Agora bazar meydanı deməkdir. Falanga demək, Spartada döyüş zamanı piyadaların düzülüş forması idi. Belə düppədüz düzülürdülər. Buna falanga deyirdilər. Aristokrat adlı sanlı adamlara deyilirdi, varlılara. Demos isə varlı olmayan azad əhaliyə deyilirdi. Amfora dulus qabı idi. Oliqarxiya azlığın hakimiyyəti deməkdir. Müəyyən bir qrup var və onlar hakimiyyətdədirlər. Tiran hakimiyyətin bir və bir neçə şəxs tərəfindən zorla tutulmasıdır. Strateg xalq yığıncağı ildə bir dəfə onları idarə etmək üçün ordu və donanmaya başçılıq etmək üçün bir nəfəri seçirdi və həmin adama strateg deyilirdi. Hilot isə Spartada qullara deyilirdi. Bu bizim bəzi sözlərin mənaları. İndi isə davam edək mövzusumuza. Eramızdan əvvəl 8-ci əsrdə polislər yaranır. İlk dəfə qədim Yunanistanda. Və eramızdan əvvəl 8-6-cı əsrlərdə nə baş verir? Orta Yunanistanda Afina, Cənubi Yunanistanda Korinf, Sparta, Egey sahillərində isə Milet, Efes, Rodos polisləri yaranır. Eramızdan əvvəl 7-ci əsrdə qədim Yunanistanda gümüş pul kəsilməyə başlayır. Burada borc verilirdi və borcu alan şəxs, yəni onun həyətində borc daşı qoyulurdu və borc daşının üzərində nə qədər borc aldığını və nə vaxt qaytarmalı olduğunu qeyd olunurdu. Əgər vaxtında borcunu qaytara bilmədisə, özü və ailəsi qula çevrilirdi. Eramızdan əvvəl 7-ci əsrdə oliqarxiya yaranır. Xalq yığıncağı səlahiyyətləri azaldılır. Afinada məsələlər aristokratlardan ibarət Ağsaqqallar Şurası həll edirdi. Onlar qanunlar verirdi, məhkəmələr qururdu. Bu dövrdə eyni zamanda drakon qanunları verilir. Onlar qanla yazılmış qanunlar hesab olunurdu. Onlar ancaq aristokratların mənafeyini qorumaq üçün idi. Bu da demos ilə aristokratlar arasında daha çox münaqişələrin yaranmasına səbəb olurdu. Bir yerdən sonra artıq aristokratlar geri çəkilməli olurlar və eramızdan əvvəl 594-cü il, eyni zamanda bu götürə bilərsiniz eramızdan əvvəl 6-cı əsrin əvvəlləri.
Solon islahatı keçirilir. Solon özü aristokratlardan idi və o bir islahat verir. İslahata nələr daxildir? Torpağa görə borclar ləğv edilir. Yenidən borca görə qul olmaq qadağan edilir. O, məsələn, taxıl və bir sıra zəruri məhsulların ixracını dayandırır. Borca görə kölə olan Afinalılar azad edilir. Attikanın kişi əhalisi Afina vətəndaşı hüququnu alır. Yoxsullar siyasi vəzifəyə seçilə bilməzdi. Lakin bu da uzun çəkmir. Tezliklə Afinada tiranlıq yaranır. Eramızdan əvvəl 6-cı əsrin sonunda bir üsyan baş verir və bu tiranlığa da son qoyulur. Və burada artıq bundan sonra qanun vermək səlahiyyəti xalq yığıncağına verilir. Xalq yığıncağı ali hakimiyyət orqanı olur. Eramızdan əvvəl 6-cı əsrin sonunda da strategilər seçilməyə başlanır. Eramızdan əvvəl 2-ci minilliyin sonu Dorilər gəlmişdi Cənubi Yunanistanda. Orada Sparta şəhərini yaratdılar. Və eramızdan əvvəl 7-ci əsrin ortalarında Dorilər Messeniyanı tuturlar. Oranın əhalisini qula çevirirlər. Spartada qul Hilot adlanırdı. Və azad adamlardan da vergi alırdılar. Sparta ordusu falan qazanmışdı. Demək, əkin sahələrinin azlığına görə Yunan şəhər dövlətləri koloniyalar yaradırdılar. Başqa yerlərə köçürdülər və orada mənimsəyirdilər. Bura artıq bizim yerlərdə deyirdilər. Lakin onlardan fərqli olaraq Sparta işğalçılıq ilə məşğul olurdu. Burada hakimiyyət iki hökmdar başçılıq edirdi. Oliqarxiya mövcud idi. Həm Afinada, həm Spartada. Ağsaqqallar şurası qərarlar hazırlayırdı. Səsvermədə xalq yığıncağı iştirak edirdi. Spartaya gəlib getmək qadağan idi. Fəlsəfə, ədəbiyyat, incəsənət qadağan idi. Yunanlılar öz vətənlərini Ellada adlandırırdılar. Özlərini də Ellinlər adlandırırdılar. Eramızdan əvvəl 8-ci əsrdən 6-cı əsrə qədər Qafqazdan İspaniyaya qədər Yunan koloniyaları salınmışdı. Koloniya özü də bir şəhər dövlətdir. Öz hökmdarı, öz xəzinəsi, öz qoşunu, öz pulu var idi. Milet şəhərinin Qaradəniz sahillərində Olivia, Pantikape, Xersones adlı koloniyaları var idi. Demək, Kiçik Asiyanın qərbində polislər, şəhər dövlətlər yəni, Əhəmənilərə öncə tabe edilər, sonradan vergi vermək istəmirlər və buna qarşı çıxırlar. Digər tərəfdən Afinada onlara kömək edirdi, onları dəstəkləyirdi. Əhəmənili hökmdarı 1-ci Dara bu koloniyaların örtbasları eləyəndən sonra üsyanlarını Afinaya hücum eləyir və eramızdan əvvəl 500-cü ildə bu Əhəməni-Yunan müharibəsi başlayır. Eramızdan əvvəl 490-cı ildə Marafon döyüşü baş verir. Marafon döyüşünə Yunanlılardan Miltiad başçılıq edirdi və Yunanlılar burada qalib gəlirlər. Eramızdan əvvəl 480-ci ildə 1-ci Daranın oğlu Xerxes hücuma keçirir. Burada Fermobil keçidində döyüş baş verir və bu döyüşə də Sparta hökmdarı Leonid başçılıq etmişdi. Burada Əhəmənilər qalib gəlir. Həmin ildə bir dəniz döyüşümüz var. Eramızdan əvvəl 480-ci ildəyik. Salamin döyüşü baş verir. Burada Afinalılar qazanırlar. Nəyə görə dəniz döyüşlərində Yunanlılar qazanırlar? Çünki onların gəmiləri Triyera adlanırdı və bu gəmilər daha yüngül, daha manevrli, sürətli idilər. Həmçinin öz dənizlərinə daha yaxşı bələd idilər Yunanlılar. Bir il sonra eramızdan əvvəl 479-cu il Plateya döyüşü baş verir və bu döyüşdə də Yunanlılar yenə qalib gəlirlər. Və bu dəniz döyüşləri fasilələrlə 30 il daha davam edir. Və Yunanlar Afinanın başçılığı ilə bu dövrdə dəniz ittifaqı yaradırlar, birləşirlər polislər və Əhəmənini məğlub edirlər. Bu dövrdə Əhəmənilərlə Yunanlar arasında sülh imzalanır. Bu sülhə görə Əhəmənilər Egey dənizi adalarında və Kiçik Asiyada mövcud olan Yunan şəhər dövlətlərinin müstəqilliyini tanımağa məcbur olurlar. Eyni zamanda Əhəməni hərbi donanması Egey dənizində üzə bilməzdi. Onlara qadağan olunur. Bu iki şərt var idi. Yunanlar dəniz sahibi adlanırlar. Və Əhəməni-Yunan müharibəsi bitdiyinə görə bundan sonra başlanır Afina ilə Sparta müharibəsi. Öz aralarında müharibə etməyə başlayırlar. Demək, eramızdan əvvəl 5-ci əsrdə Afinada Yunanistanda ən güclü, ən varlı dövlət olub, müharibə bitib. Eyni zamanda bir sıra şəhər dövlətləri onun başçılığı ilə dəniz ittifaqında birləşmişdilər. Burada ali hakimiyyət xalq yığıncağına məxsus idi. Yığıncaqda qanunlar qəbul olunurdu.
Burada strateq vəzifəsi və başqa vəzifələr seçilirdi. Müharibə, sülh məsələləri həll olunurdu xalq yığıncağında. Xalq yığıncağında 20 yaşdan böyük kişi azad Afina vətəndaşı iştirak edə bilərdi. Eramızdan əvvəl 443-cü ildə Perikl birinci strateq seçilir və 15 il ardıcıl şəkildə bu davam edir. Onun dövründə yoxsullar vəzifə tuta bilərdilər. Solon islahatlarına görə yoxsullar vəzifə tuta bilməzdilər. Eramızdan əvvəl 6-cı əsrin əvvəllərində idi. Lakin eramızdan əvvəl 5-ci əsrdə artıq 5-ci əsrin ikinci yarısındayıq. Yoxsullar vəzifə tuta bilərlər. Bu Perikl islahatı ilə Solon islahatı arasında ən çox qarışdırılan nöqtələrdir. Daha sonra Periklin dövrü adlanır Demosun hakimiyyəti, quldarlığın demokratiyası. Demək, Afinada demokratiyadır, Spartada oliqarxiya rejimidir və bu iki rejim arasında daha polislər üzərində də hakimiyyət qurmaq uğrunda, Yunanistanda güclü olmaq uğrunda bir müharibə baş verir. Eramızdan əvvəl 5-ci əsrin ikinci yarısı, eramızdan əvvəl 431-404-cü illər arasında və Afina-Sparta arasında olan bu müharibədə Afina məğlub olub, Sparta qalib gəlir. Biraz mədəniyyətdən danışaq. Eramızdan əvvəl 8-ci əsrdə Yunan kör şair Homer yaşamışdı. O İlyada və Odisseya dastanlarını yaratmışdı. Lakin bunu şifahi yaradıb. Buna diqqət edək. Testlərdə düşür. Çünki Homer eramızdan əvvəl 8-ci əsrdə bu əsərləri yaradıb. Amma onları şifahi yaradıb. Yalnızca 200 ildən sonra eramızdan əvvəl 6-cı əsrdə bu əsərlər yazıya alınır. Daha sonra Esxilin adı çəkilir. Esxil ilk pyesin müəllifidir. O tragediya yazıb, tragediya Sofoklda yazıb. Milet şəhəri ilk elm mərkəzi olmuşdu. Sonra bu dəyişir, Afinaya keçir. Daha sonra burada müəyyən alimlər var. Onların adı çəkilir. Demokrit atomları haqqında yazmışdı. Hipokrat tip atası hesab olunur. Herodot eramızdan əvvəl 5-ci əsrdə yaşamışdı. Tarixin banisi hesab olunur. Aristotel elmləri bir-birindən ayırmışdı. Pifagor, Sokrat, Platon kimi alimlərin adları çəkilir. Bunlar Yunan alimləridir. Daha sonra azad Yunanların övladları 7 yaşında məktəbə gedirdilər. Onlara aiddir mum üzərində lövhədə yazı yazırdılar və stil adlı çubuqları var idi və bu çubuq vasitəsilə yazırdılar mum lövhə üzərində. Yenə eramızdan əvvəl 5-ci əsr açıq havada teatr binası tikilir. Afinada Esxil və Sofokla heykəllər qoyulmuşdur. Afinanın şərəfinə, Afina ola ilahə olub onlarda və tanrı olub. Onun şərəfinə Parfenon məbədi tikilib. Burada da qarışdıran məqam nədir? Parfenon və Panteon məbədləri bu qarışdırılır. Burada Parfenon F hərfi ki var. Bunu Afinada F hərfi ilə eyniləşdirin. Bu cür yadda saxlayın. Əgər F hərfi varsa Afina Yunanlara aiddir. Parfenon Yunanlara aiddir. Panteon isə Romaya aiddir. Eyni zamanda Dorik, İonik, Korinf sütunları var. Bu da Yunanlara aiddir. Çardaqdan da istifadə olunub. Sonra heykəltaraş Fidi Afinanın şərəfində 12 metr hündürlüyündə qızıl və fil sümüyündən heykəllər düzəldib. İlk Olimpiya oyunları eramızdan əvvəl 776-cı ildə keçirilib, 4 ildən bir keçirilirdi. İlk Olimpiya oyunlarının keçirildiyi tarixdən Yunanların təqvimi də o tarixdən hesab olunur. Oradan başlayır. Olimpiya oyunlarında varlılar iştirak edirdilər. Qadınların iştirakı qadağan idi, hətta cəzası ölüm idi. Bu Olimpiya oyunları keçirilən vaxt müharibə dayandırılırdı. Qalib gələnə zeytun budağından çələng bağışlanırdı. Onun şərəfinə ölkəsində, yəni şəhərində heykəl qoyulurdu. Və Yunanların öz yazısı olmuşdur. Və Yunan yazısı Latın yazısına və Kiril əlifbasına bir əsas olmuşdu. Ona baxıb, ona əsasən yeni əlifba növləri yaratmışdılar. Biraz qədim Makedoniyadan da danışaq. Eramızdan əvvəl 338-ci ildə Xeronaya döyüş baş verir. Bu döyüşdə Makedoniya dövlətinin hökmdarı 2-ci Filip idi. Oralar Yunanistan şərq dövlətlərinə hücum edirlər. Orada qalib gəlirlər və Yunan şəhər dövlətlərinin Spartadan başqa müstəqilliyinə son qoyulur. Tezliklə 2-ci Filip öldürülür və onun oğlu Makedoniya İskəndər
hakimiyyətə gəlir. Eramzəvi 336, Eramzəvi 323-cü illərdə hakimiyyətdə olmuşdu. O atasının işğalçılıq müharibələrini davam etdirir, hətta Makedoniya imperiyaya belə çevirir və Əhəmənilərə hücum edir. Eramzəvi 334-cü ildə Qranik döyüşü baş verir, Əhəmənilər məğlub olur. Eramzəvi 333-cü ildə İs döyüşü baş verir, Əhəmənilər yenə məğlub olur. Ümumiyyətlə yadda saxlayın, Əhəməni-Makedoniya müharibəsində bütün döyüşlərdə Əhəmənilər məğlub olublar, heç birində qalib gəlməyiblər. İs döyüşündən sonra İskəndər öz istiqamətini dəyişir Misirə doğru. Burada Finikiyanın Tir şəhərini tutur, Suriya, Fələstin, Misiri tutur. Sonra qayıdır yenə Əhəməni tərəfə. Eramzəvi 331-ci ildə Qavqamela döyüşü baş verir. Burada Əhəmənilər məğlub olurlar. Bir il sonra 3-cü Dara öz adamı tərəfindən öldürülür və Əhəməni imperiyası da süquta uğrayır. Makedoniya İskəndər ondan sonra Hindistana yürüş edir. Eramzəvi 327-ci ildə irəliləyə bilmir. Çox da Hind çayına qədər irəliyir. Sonra Qanq çayına doğru getmək istəyir. Lakin orada xəstələnir. Həm də ordusu yorulmuşdu. Uzun məsafə getmişdilər. Geri qayıdır və orada ölür. 323-cü ildə eramızdan əvvəl. Ondan sonra hakimiyyətə sərkərdəsi Perdikki bir müddət idarə etsə də sonradan o da öldürülür və imperiya parçalanır. İskəndər özü hara getsə bir çox yerlərdə İskəndəriyyə adlı şəhərlər saldırmışdı. Daha sonra Faros adasında 140 metr hündürlüyündə mayak tikdirmişdi. Bu da İskəndərə aiddir.